Herkese salam. Hər vaxtınız xeyirli olsun. Bugün sizlərlə çox ləzzətli Bakı baklavası resepti bölüşəcəyim. Bunun üçün bizə lazım olacaq ərzaqları videoda qeyd etmişəm. İlk öncə 700 qram unun üzərinə 1 paçka vanilin, 1 çimdik duz, 150 qram yağ, 3 ədəd yumurta sarısı, ağını əlavə etmirik və kənarda hazırladığımız bir miqdar suyun üzərinə bir yarım çay qaşığı droj əlavə edib unumuzun üzərinə əlavə edirik. Daha sonra üzərinə yarım stəkan süd və videoda göstərmək yadımdan çıxıb üzərinə 250 qram 25%li xama da əlavə edirik. Mən yadımdan çıxartdım, siz yadınızdan çıxartmayın. Unumuzu yoğurmağa başlayırıq. Hazır olan xəmiri 10 dəqiqə kənarda dinləndiririk. Daha sonra kənarda gözlətdiyimiz xəmiri hissələrə bölürük. 2 böyük 10 kiçik hissə olmaqla 12 parçaya bölürük. Böyük hissələrdən biri 250 qram, digəri 350 qramdır. Kiçik hissələr isə 65 qram olmalıdır. Xəmirimizi açmağa başlamamışdan əvvəl listimizi kərə yağı ilə yağlayırıq. İlk öncə ən alt hissəsi üçün 250 qramlıq xəmirimizi açmağa başlayaq. Xəmirimizi listimizə yerləşdiririk. Kənarda artıq qalan hissələri bıçağın köməyi ilə kəsməyə başlayırıq. Daha sonra həmin xəmirin üzərinə 65 qramlıq daha bir xəmir açaraq üzərinə əlavə edirik. İçli üçün bizə lazımdır 500 qram ləpə və 500 qram şəkər tozu. Üzərinə bir çay qaşığı əlavə edib qarışdırırıq. Aldığımız bu qarışımdan xəmirimizin üzərinə 4 xörək qaşığı əlavə edirik. Daha sonra belə davam etdirərək 9 dəqiqə xəmir açırıq. Xəmiri açdıqdan sonra bir kənarda da mətimizi hazırlayırıq.
Bunun üçün 2 stəkan şəkər, 1 stəkan su və 1 çay qaşığının ucunda limon tuzu əlavə edib şərbətimizi hazırlayırıq. Şərbətimiz qaynamağa başlayanda altını keçiririk. Daha sonra bir kənarda bir süzgəcin üzərinə 1 ədəd yumurtanın sağı və ağı və 1 ədəd yumurtanın yalnız sarısını əlavə edib, üzərinə 1 çay qaşığı duru yağ əlavə edib qarışdırırıq və onun süzülməsini gözləyirik. Bu qarışım xəmirimizin üzəri üçündür. Daha sonra 9-cu açdığımız xəmirin üzərinə axırıncı dəfə içliyi əlavə edirik. Onun üzərinə isə 10-cu və ən axırıncı kiçik xəmirimizi açıb əlavə edirik. Çəngəllə deşməyə başlayırıq. Daha sonra kənarda hazırladığımız duru yağı onun üzərinə çəkirik. Ən axırda isə 350 qramlıq xəmirimizi açıb üzərinə əlavə edirik. Əlavə etdikdən sonra aldığımız bu paxlavanı soyuducuda yarım saat saxlayırıq. Soyuducudan çıxartdıqdan sonra kəsməyə başlayırıq. Kəsdikdən sonra kənarda hazırladığımız yumurtanı üzərinə çəkirik və fındıqları düzməyə başlayırıq. Yarım saat ərzində konveksiya rejimdə bişirməyə başlayırıq. Yarım saatdan sonra sobadan çıxardıb üzərinə ərimiş yağı əlavə edirik. Daha sonra yenidən 180 dərəcəli sobada pişirməyə davam edirik. Paxlavamız bişdikdən sonra ən axırda üzərinə şərbəti əlavə edirik. Və budur, paxlavamız hazırdır.